Salam qardaşım, maşını 1.6 GDI motorlu Honda Accent modelidir. Qardaş qatqıdan istifadə etmək istəyir. Çünki karbon yığıntılarından şübhələnir. Çünki qardaşın maşınında yüngül titrəmələr var və maşın boğulur, sərfiyyatı artıb, injektor işığı da yanır. Və soruşur ki, biz qatqıdan istifadə edə bilərik, yoxsa yox. Çox usta benzinə qatqı qatır, yəni bu boş şeydir. Əvvəlcə biz bundan danışaq ki, GDI 1.6 birbaşa püskürtmə mərkələrində karbon problemi çox yaygındır. Çünki benzin klapanın üstündən keçmir və sorucu klapanlarda qurum yığılır, karbon yəni. Benzinə qatqı qatmaq ümumiyyətlə effekt verməyəcək. Intake Cleaner spreyi var. İndi birazdan sizə göstərəcəm necə istifadə olunur. Ondan istifadə edə bilərsiniz. Amma əgər karbon çoxdursa effekt verməyəcək, yəni deyim biləsiniz. Amma belə deyim ki, sprey yüngül çöküntünü azalda bilər, qaz reaksiyası biraz yaxşılaşa bilər, xırda titrəmə azala bilər. Klapanın üstündəki qalın karbon tam təmizləmir. Güclü problem varsa sarsıntısı, ciddi dartma etkisi, yəni möcüzə gözləmək lazım deyil. Sadəcə belə deyim ki, yüngül fayda verə bilər. Bu qardaşın problemləri kimi, misal yüngül problemlərə bəli, həll yoludur bu. Gəlin sizə istifadə qaydasını göstərim. Əvvəlcə motor isti olmalıdır. Yəni sürüb gəlindən sonra bu əməliyyatları yerinə yetirsəniz daha gözəl olar. Və bu məhsulu sizə deyirdim. Intake Cleaner'dır bu. Bu məhsul vasitəsilə biz yüngül belə karbonları təmizləyə bilərik. Yəni qardaşın bir yaxşı kimi problemlərini həll etmək olar bununla. Və onun arxada da istifadə qaydasını göstərilir. Bizə bir nəfər əvvəlcə köməkçi lazımdır. Yəni ki, yüngül qaz verə-verə biz o prosesi yerinə yetirməliyik. Çünki maşın 1500-2000 RPM arasında olmalıdır ki, maşın boğulmasın. Yəni, boğulan kimi sönəcək maşın. Və bunu da həddindən artıq birdən-birə, yəni spreyi istifadə etmək olmaz. Yüngül-yüngül vurmaq lazımdır. Görsə əgər maşın boğulur, spreyi artıq dayandırmaq lazımdır. Mən nə üçün deyirəm qaz verə-verə bunu vurmaq lazımdır? Çünki o motorun hava çəkmə yeridir, yəni intake borusudur və həmin spreyi daha tez qəbul edir və başlayır təmizləməyə. Amma bu prosesdən sonra mütləq şəkildədir ki, maşın 15 dəqiqə minimum sürülməlidir. Bəlkə sürülməlidir ki, o daha da effektini göstərsin. Əslində amma bunu walnut blastinglə təmizləmək lazımdır. Yəni qoz qabının tozları vasitəsilə, yəni naporla vurulur və həmin vaxtı sorulur. Bu üsulla təmizlənir. İndi isə gəlin keçək bunun istifadə qaydasına. Axırki hamını gözlədiyi yerə. Əvvəl motorxanada açılır. Biz hava kanallarına gedən borulara başlayırıq açmağa. Görürsünüz ki, burada bolt yerləri var. İndi modellə fərqli təbii ki. Bu boltları açırıq. Hava borusunu çıxardırıq, plastik hava borusunu. Və daha sonra intake borusunu görürsünüz və bayaq dediyim kimi kimsə qaz verə-verə 1500-2000 RPM-də saxladıqca qazı, yüngül qazda biz başlayırıq yüngül-yüngül, az-az spreyi vurmağa. Çox az-az. Xırda-xırda ki, həm maşın boğulmasın, həm də ki, sönməsin də, yəni. Və vurduqdan sonra tam bunu bitiririk, tərtəmiz və gedirik nə eləməyə? Maşını sürməyə, hətta qovmağa. Yəni, karbonlar tam şəkildə təmizlənsin. Yenə deyirəm, yüngül problemləri həll eləyir, amma ki, karbonu tam təmizləmir. Yəni, bunu deyim biləsiniz.